İmplantdan ölçü götürürük, skaner vasitəsilə ölçü götürürük. Koyduğumuz implantdır bunlar. Bunların ölçülərini götürdük indi. Məncə yekundur artıq. Birləşmələrini götürürük. Bax, iki çənəni bir-birinə birləşdirmək ki, necə oturub bu çənələr bir-birlərinə münasibətləri necədir, nəyə uyğun texnik dişi düzəltsin. İki çənə bir-birinə birləşməni də götürdük. Digər tərəfi də götürürük. Belə də bitdi. Yəni, xırda müdaxilələrlə pasiyenti ölçü filan görmədən, hər hansı ölçü materialı görmədən ağız içi kamera ilə skan deyirik buna. Skanla ölçüləri götürdük, oldu, bitdi. Bu qədər bəsit. Bu öyüyən pasiyentlərdə çox effekt verir. Sonra ümumiyyətlə kuryer görmür işlər, ölçünü apar, gips tök elə filan belə bir şeylər görmür. Hamısı digital, rəqəmsal, yəni sifrovoy olunur işlər, olur, bitir. Skanla götürmüş, ağzıcı kameradan götürülmüş ölçünün daha bir sonuna gəldik. Mən həmin ölçünün modelini göstərmək istəyirəm. Burada modeldə görsək, ümumiyyətlə heç bir gipslə filandan istifadə olunmayıb. Ümumiyyətlə belə fikir versək, heç bir yerdə gipsdən filandan istifadə olunmayıb. Bu müəyyən bir PMO materiallar, yəni bu uyğun bir materiallarla işlənilib. Burada implantın fikir veririksə analoqlar var. Yəni ağızda belə olduğu kimi implantlar modelin üzərində də analoqu deyirik. Yəni implantın modeldəki analoqlardır. Bunun üzərində də bu dişlər oturub hazırlandı, düzəldildi. Bunlar hamısı belə ağızçı skaner vasitəsilə götürdük. Tutalım, e-mail, WhatsApp üzərindən göndərdik. Texnik orada görür. Kuryer filan heç bir şey olmur. Pasiyentdə öymə filan bunlar, bu məsələlər olmur. Oradan da digital olaraq vaxt baxımından da çox tez bir zamanda hazırlanılıb, belə bizə gəlib çatdı. Yəni daha bir ağızçı skaner vasitəsilə olan ölçünün sonuna, işin təhvilinə gəlib çıxdı. Sağalma başlıqlarını atıb çıxardaq burada. İmplantların yeri belə gözəl sağalmış bir vəziyyətdədir. Belə gözəlcə sağalıb, çox qəşəng sağalmadır bu. Ora dişlərimizi qoyacaq, bir obrisini də açaq. Ne gözəl yerləri sağalıb, çox gözəl sağalmalı. Bu dişləri də çıxardaq. Avtoklav paketindən birbaşa çıxır. Dişlər yerlərinə qoyulur. Vintli konstruksiyadır. Birbaşa çıxıb belə yerlərinə qoyulur və üstündən də vintləri indi sıxıb bağlayacağıq. Heç nə olmamış kimi. Açarla bu vintləri sıxırıq. Bağlayırıq yerlərinə. Dişləri burada vintlərlə bağladıq. Burada müəyyən bir ağarmalar görürük. Bu ağarmalar 2 saat ərzində burada yox olacaq. Vintli konstruksiya olduğu üçün sıxdıq bura, ona görə bu ağarmalar var. 2 saatdan sonra olmayacaq dediyim kimi. Amma praktik olaraq biz bunu indi raşotunu götürməmişik. Amma praktik olaraq mən sizə deyim ki, bu aralarda 6-7 aya bir də görürük ki, diş ətləri formalaşmağa başlayır. Sanki bu tərəfdəki kimi papillalar, burada da diş əti məməciyi dediyimiz burada yavaş-yavaş formalaşmağa başlayır və buralarda bir kant əmələ gəlir. Bir diş əti kantı, qoruyucu bir kant kimi əmələ gəlir burada. Bunu praktik olaraq mən deyə bilərəm ki, bu neçə ildir ki, işlərimizdə bunları müşahidə edirəm. Arxa tərəfdən də baxaq, damağa tamamən sıxmışıq, tamamən sıxılıb. Orada da sıxıldığı üçün müəyyən, diş ətini sıxdığı üçün müəyyən bir ağarmalarımız var. Və indi bu dəlikləri bulonla bağlayıb işimizi yekunlayacağıq. Qapanışda da bu, qapanışda da vəziyyət belədir, pasiyentin ümumi qapanışı belədir. Ümumi bunlarda hamısı kontaktdadır dişlər. Bu dəliklər ki var, vint dəlikləri, bunları bağlayırıq biz bulonla. Eyni rəngdə, dişin rəngində heç nə olmamış kimi, elə bir ki, heç burada heç belə dəlik olmayıbmış kimi də bir an bağlayacağıq. Belə də pasiyentimizə təhvil verəcəyik. İllərlə pasiyentimizə xidmət edəcəkdir bu diş. Heç nə olmamış kimi. Sanki heç burada belə ümumiyyətlə dəlik olmamışdır. Və işimiz bitdi. Bütün dəlikləri bağladıq. Heç nə olmamış kimi. Gözəl bir şəkildə işimizi təhvil veririk. Dişlərin arxasına bir baxaq. Göstərmişdim, amma yenə də baxaq belə. Qabaq tərəfdən də belə göyümtüllük artıq getməkdədir. Bağlayırıq, bağlayırıq, bağlayırıq. Tak, 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 tak. Bütün dişlər də pirikustadır. Mübarəkdir.